Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində, deməli, Sadıllı qəsəbəsində 4 sot torpaqda əla və keyfiyyətli təmir olunmuş, bax 2 mərtəbəli belə bir həyət evi satılır. Hal-hazırda mən deməli 2-ci mərtəbəsində yerləşirəm. Qarşıda deməli 2-ci mərtəbənin hamamı yerləşir, təmirlidir. Yenə təkrar edirəm, deməli əla və keyfiyyətli təmir olunub. Bax, hal-hazırda 2-ci mərtəbənin hamamını gördünüz. Bu cürdür. Polus plaşno taxtadır, möhkəmdir, keyfiyyətli təmir olunub. İndi isə mən deməli bu həyət evinin məhəlləsini, bağçasını sizə göstərirəm. Gördüyünüz kimi 4 tərəfdən böyük hündür barısı var. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. 4 sotdur. Deməli Sadıllı qəsəbəsində Nur marketinə yaxın bir ərazidir. Küçəsi genişdir. Deməli bax 2-ci mərtəbədə 2 ədəd böyük zalı, 2 otağıdır. Bax, hal-hazırda deməli otaqlardan zallarından birini görürsünüz. Bax, bu zalın ölçüsü 12-nin 5-ədir. Qarşıda isə 10-un 4-ədir. Bax, bura deməli 2-ci mərtəbədir. Hal-hazırda deməli 2-ci mərtəbənin 2-ci zalını görürsünüz. Bax, bu cürdür. Yenə təkrar edirəm. Deməli gördüyünüz kimi polun möhkəmdir, yəni səs eləmir. Çox yaxınlıqda 17 nömrəli orta məktəb yerləşir. Yəni bu ərazidə bildiyiniz kimi 17 nömrəli orta məktəb yerləşir. Bura isə deməli 2-ci mərtəbənin otaqlarından biridir. Otaqlar 4-ün 4-ədir. Gördüyünüz kimi 2 qat kubiklə hörülüb. Böyük bir badvalı var. Ona görə böyük dedim ki, yəni zalın alt hissəsi badvaldır 1-ci mərtəbənin. Yəni kürsülü olmanı demək istirdim. Bax, bura deməli 2-ci otaqdır. 2-ci mərtəbənin ikinci mərtəbədə yerləşən mətbəğini sizə göstərirəm. Bax, yenidən polunu görmək mümkündür. Yenidən mən sizə bax bu deməli 2-ci mərtəbənin mətbəğini göstərdim. Deməli Gəncə şəhərində Sadıllı qəsəbəsində 4 sot torpaqda sənədi çıxarış olan, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. 2 böyük ədəd, 3 ədəd zal, 4 ədəd otaqdır. İndi isə mən 1-ci mərtəbəyə keçirəm. Bax, bura deməli yenidən mən sizə bağçasını göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 180 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Hal-hazırda deməli 1-ci mərtəbənin mətbəğinə daxil oluram. Bax, burada eyni ölçüdədir, yəni 4-ün 4-ədir. Necə görürsünüz, bu cürdə var. Buranın da polu möhkəmdir. Qapılarını da görmək mümkündür. Yəni ümumiyyətcə yenidən təkrar edirəm. Deməli əla və keyfiyyətli təmir olunub. Burası isə 1-ci mərtəbənin zalıdır. 1-ci mərtəbənin zalının ölçüsü 10-un 5-ədir. Otaqlar deməli 1-ci mərtəbədə isə 4-ün 5-ədir. Bax, hal-hazırda deməli mən sizə otaqlardan birini göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası isə deməli 2-ci otaqdır. Dediyim kimi Sadıllı qəsəbəsində Nur marketinə yaxın bir ərazidir. Yenidən mən sizə bu deməli 1-ci mərtəbənin zalını göstərdim. Qiymətin 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 8 tonluq baseynisi var. İndi isə mən badvalına keçirəm. Badvalı təmirlidir, böyükdür. Bax, badvalını hal-hazırda bir balaca sizə göstərəcəm. Deməli, bax, badvalına keçmək üçün bu yolları keçmək lazımdır. İndi qaranlıqdır bir balaca, ancaq qarşıda görürsünüz. Yəni sementlidir. Belə bir həyət evinin qiyməti 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən bağçasını görürsünüz. Qarşıda deməli 1-ci mərtəbədə yerləşən hamam yerləşir. 2-ci qapıda sol tərəfdə isə deməli orada baseyndir. 8 tonluq baseynisi var. Hamamını gördünüz. Bir balaca burada başqa cürdür. Yenidən mən sizə deməli barısını göstərirəm. Həqiqətən hardasa 7-8 metr olar hündürlükdə. Deməli 3 tərəfdən barısı var. Bax, bura deməli navesin alt hissəsidir. Navesin alt qapıdan giriş hissəsidir. Ümumiyyətcə bax, bu onu da deyim ki, bu həyət evi əla və keyfiyyətli. Eyni zamanda fokusla tikilib, təmir olunub. Hal-hazırda bax, mən sizə deməli qapıdan, darvazadan giriş hissəsini göstərirəm. Gördüyünüz kimi böyükdür. Bax, belə bir həyət evinin qiyməti 180 min manatdır.
qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.